Kuranda hər səhifədə deyir, istəyin həqiqəti, sizə onu verəcəklər. Allah istəmirlər. İstəyən yoxdur. İstəyən yox. Mən bunu dərk elədim. Ki adamların çox azı, nə danırsın? Adamlar istəyirlər ki, məşhur olsunlar. Adamlar istəyirlər ki, aləmi heyran buraxsınlar özlərinə. Adamlar istəyirlər yaxşı paralar qazansınlar, yaxşı vəzifələri olsun, yaxşı paqonları, nə bilim, ordenləri, medalları olsun. Adamlar üstünlük dərəcələri istəyərlər. Bunu arzulayarlar. Həqiqəti istəyən adam çox azdır. Kim istədisə, Allah ona verdi. Hətta mənim kimi alayarımçıq istəyənə də verir. Amma göy yaxşı istəsəydim nə qədər verərdi. Mənim də ağlım hazır. Amma mən bunu anladım ki, bu işin bərəkəti bütün o istəməklə bağlıdır.